Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, soyqırım, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq və digər cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Arayik Harutyunyan, Bako Sakyan, Arkadi Qukasyan, David Manukyan, David İşxanyan və digərlərinin barələrində olan məhkəmə hökmündən, Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə bu dəqiqələrdə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır. Qeyd edək ki, təqsirləndirilən şəxslərdən David Babayanın özü və digərlərinin vəkilləri vasitəsilə apellyasiya şikayəti veriblər Bakı Hərbi Məhkəməsinin hökmündən və həmin məhkəmənin hökmündən verilmiş şikayətlə bağlı işə ötən həftə Bakı Apellyasiya Məhkəməsində ilkin baxışda baxıldı və qərara alındı ki, məhkəmənin baxışına əlavə istintaq aparılmadan, eyni zamanda əlavə sübutlar araşdırılmadan Bakı Apellyasiya Məhkəməsində baxılsın. Bugündən isə həmin baxış iclası başlayıb və işə baxılır. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı barəsində olan məhkəmə hökmü Bakı Hərbi Məhkəməsində araşdırıldıqdan sonra çıxarılmışdı. Bir ildən çox bir müddətdə məhkəmə istintaqı aparıldı, çoxsaylı sübutlar, faktlar araşdırıldı və məhkəmənin çıxardığı hökmə əsasən təqsirləndirilən şəxslərdən 5 nəfəri, o cümlədən Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum olundular. Digərləri isə müvafiq olaraq 20, 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum edildilər. Hal-hazırda məhkəmə baxışı davam edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı tamaşaçılara daha geniş məlumatları çatdırmağa çalışacağıq. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin hər biri müvafiq olaraq 2 müdafiəçi ilə təmin olublar. Eyni zamanda onlara rus və özlərinin istəyinə uyğun olaraq rus və erməni dilində tərcüməçilər ayrılıb. Zərər çəkmişlərin hüquqlarını isə məhkəmə prosesində onların nümayəndələri müdafiə edirlər.